Adam da bugün qaziyə, şəhid ailəsinə deyir ki, gedib döyüşündə sizin borcunuz idi də. Öz balasını gizlədib, iki müğənnisi də öz balasını gizlədib, siyasətçisi də öz balasını gizlədib, nə bilim, bu ictimai xadimi də öz balasını gizlədib, tanınmış jurnalist də belə öz balasını gizlədib, tanınmış, nə bilim, qeydi rəhbəri də öz balasını gizlədib, hansısa bir dırnaqarası özünə ziyalı deyən şəxs də öz balasını gizlədib. Amma indi deyir ki, onların borcuydu da. Nə borcuydu? Sənin oğlunun borcuydu da bu. Sənin də bananın borcuydu. Səni bugün oğlun şəhərdə bahalı maşında gəzəndə onun taytuşları Qubadlıda, Laçında ilanların, əqrəblərin içərisində düşmənlə savaşırdılar. Bilirlər bunlar şəhid nə deməkdir? Şəhid ümumiyyətlə anlayışı bunlar bilirlər. Bunlar bilirlər bir qolunu, gözünü, qılçını, gəncliyini, psixologiyasını itirən qazini bilirlər nə deməkdir qazi? Bilirlər bunlar qazi nə deməkdir? Bunlar bilirlər iki gözsüz yaşamaq nə deməkdir? O qazi ki, cavan oğlan getdi, iki gözün qoydu, gəldi. Niyə bunları görməzdən gəlirlər? Niyə bu insanların yanında olmaq istəmirlər? Budurmu qələbənin onlara verdiyi təşəkkür? Wikipediyadan şəhid ailələrini silirlər, cəmiyyətin çoxu susur. Sosial mediada şəhid ailəsi şəhidlərlə bağlı çıxış olanda hamısı çıxıb başlayır yazmağa ki, yenə başladın, yenə sən? Hər hansı bir qazi etiraz eləyəndə hamı başlayır, nə istəyirsən, nə olub, nədir, hər şey verir də dövlət sənə. Nə verir dövlət qaziləri, nə verir onlara? Versə bunlar sakit durarlar, bunlar belə eləyərlər. Bunlar ümumiyyətlə bilirlər ki, Heydər bəy, bu insanlar cəmiyyətdə olan bu... Dövlətlə kifayət deyil də, siz dediniz kimi deputatlar var, millət vəkilləri var, bunların yanında olmalı. Dövlətin qarşısı da kifayət edir. Bunların psixoloji cəhətdən, mənəvi cəhətdən. Heydər bəy, mən dedim, onu sizə gəlib çıxıram ki, yəni ölkə başçısı şəhidlə, qazi ilə görüşəndə, şəhid ailəsinə, qazi qucaqlaşıb öpüşürsə, sən deputat bunu görüb üzünü çörüb gedə bilmərsən. Ay icra başçıdan üzünü çörüb gedə bilmərsən. Ay məmur, ay Sosial Müdafiə Nazirliyində işləyən şəxslər, ay nazir, ay məmurlar, ay icra başçıları, sən bunları görüb keçə bilmərsən. Sən dövlət başçısından böyük adam deyilsən, dövlət başçısını xalq seçibdir, amma səni dövlət başçısı olaraq təyin edibdir. Ay deputat, sənin parlamentdə, açılışda yatıb, yalandan mən fikirləşirdim demək vaxtı deyil ha. Sən parlamentdə oturmuşsan ki, o şəhid ailələrinin, qazilərin, cəmiyyətin, eyni zamanda gəncliyin, gələcəyin bu qanunların yazasan. Yatmaq üçün gəlməmsən sən oraya. Yatmaq istəyirsən, buyur, evin var, get o bahalı evlərin birində yıxıl, yat da. Sənin nə işin var? Sən əgər ki bir qanun layihəsini bilmədən, bir qazinin həyatını bilmədən, qazinin hansı psixologiya yaşadığını bilmədən, hansı şəhid ailəsinin yaşam tərzini bilmədən, deyirlər şəhid ailələrinə dövlət hər şey verir də. Razıyam, cənab prezidentin şəhid ailələrinə böyük qayğısı var, amma axı təkcə pulla iş aşmır axı. Seçki qabağı gedib yalandan şəhid ailəsinə şəkil çəkdirmək lazım deyil, onun yanında olmaq lazımdır, soruşmaq lazımdır ki, ay ana, ay ata, mən də sənin bir oğlunam, mən də sənin bir övladınam. Vacib deyil ki, sən çıxadıb ona cibindən pul verəsən, vacib deyil ki, sən onun evinə nə salıb aparasan, vacib odur ki, o şəhid ailəsi görsün ki, onun yanında